izahını gözləyirsiniz. Düzdür, mənim şagirdlərim bilir xəritə izahını, ancaq mən yenə də ümumi bir yenidən izah eləyim. Həmçinin bilməyən şagirdlər üçün, bilənlər üçün də təkrar olsun. Deməli, uşaqlar, əvvəlcə onu deyim ki, biz bilirik ki, bizim blok imtahanımızda istər 2-ci, istər 3-cü qrupların blok imtahanı olsun, minimum 3, maksimum 5 sualımız xəritədən olur. Adətən 4 də olur, ancaq daha çox 3-5 arası suallar gəlir xəritədən. Təbii ki, bunun ikisi, üçü ümumi tarix, yəni dünya ölkələrindən, digər ikisi yaxud üçü gəlir Azərbaycan xəritəsindən. İndi o haqqda da danışacağıq, ancaq birinci mən sizə dünya xəritəsini izah eləyim tam olaraq. Təbii ki, mən burada coğrafi terminlərdən istifadə eləməyəcəm, eləyə də bilməyəcəm, çünki coğrafiya müəllimi deyiləm, coğrafi biliklərim yüksək deyil. Ancaq mən tarixə əsasən, bizə lazım olan din proqramına əsasən sizlərə təqdim olunan ölkələr, sizlərə qəbulda düşəcək ölkələrin yerlərini, ərazilərini mən sizə xəritədə bir-bir başa salacağam. Təbii ki, öz sadə dilimizlə, öz tarixi dilimizlə. Başlayırıq nədən uşaqlar? Biz bilirik ki, baxın, öncə bu xəritəni, biz yəni belə deyim, bunun bu dünya siyasi xəritəsidir. Biz bunu bütövlükdə bilmək məcburiyyətində deyilik, yenə deyirəm. Nəyə görə? Çünki din bizə bu ölkələrin hər birini bir-bir soruşmayacaq, hər birini bir-bir sual olaraq qarşımıza gətirməyəcək. Bizə lazım olan konkret dünya ölkələrindən, istər Avropa olsun, istər Asiya olsun, Afrika olsun, bir neçə ölkələr var ki, biz onların yerini bilsək, bizə tamamilə kifayətdir. Dərinlik də lazım deyil. Baxın, mən bunu yaxınlaşdırım. Əvvəlcə xəritə üzərində izah eləyəcəm, sonra keçəcəyik kontur üzərinə ki, konturda da onu biri var belə aydın şəkildə görəsiz ölkələri, bir də var yerlərini özünüz təxmin edib tapasınız. O daha yaxşı. Bir də bir şey izaha keçməmişdən əvvəl qeyd edeyim ki, xəritəni öyrənməyin ən gözəl yolu təbii ki, biz müəllimlərin köməyi ilə, biz müəllimlər izah eləyəcəyik, siz ora baxacaqsınız, amma bizdən də əsas ən önəmli burada rol belə deyək, əsas vəzifə sizin üzərinizdədir. Rol sizin əlinizdədir. Nəyə görə? Çünki siz davamlı olaraq xəritəyə baxmasanız, siz davamlı olaraq xəritəyə ardınca kontura baxıb orada yerləri bir-biri ilə tutuşdurub paralel şəkildə necə deyim, öyrənməsəniz, beyninizi həkk eləməsəniz, qətiyyən sizin yadınızda qalmayacaq. Özünüzü qorxutmayın, çətin deyil, çox rahatdır. Xəritə istər Azərbaycan, istər dünya xəritəsi, hətta maraqlıdır. Yəni öyrənmək o qədər də çətin deyil. Maksimum bir günə siz bütöv xəritəni, həm dünya, həm Azərbaycan xəritəsini mükəmməl şəkildə öyrənə bilərsiniz. Keçirik izahımıza. Deməli uşaqlar, baxın, başlayırıq hardan? Bizə adətən bu formada gəlir. İndi kontura da keçəndə göstərəcəm. Baxın, dediyim kimi loru dildə başa salacağam sizi. Məşhur çəkmə uzunboğaz. Yəqin ki, hər birimizə aydındır. Haradır? İtaliyadır. Bu bizə gələ bilər necə? İtaliya olaraq da gələ bilər müasir dövrdən. Qədim dövrdən də Roma olaraq gələ bilər. Yəni qətiyyən necə deyim, qorxmayın ki, yox müəllimə Roma, İtaliya eyni ölkələrdir. Zaten biz bunu bilirik ki, Roma 395-ci ildə qədim Roma imperiyası parçalanır. Qərbi Roma, Şərqi Roma, Şərqi Roma, Bizans, Qərbi Roma indiki İtaliya, Bizansda hansı ki indiki mərkəzi Konstantinopol, indiki Türkiyə ərazisi İstanbul hesab olunurdu. Bir də Bizans vaxtindən Yunanların yaşadığı ölkədə hesab olunurdu. Daha sonra dediyim kimi, nəysə çox tarixi biliklərə getməyək, bizə xəritə lazımdır. Baxın, məşhur çəkməmiz bizə bu formada da veriləcək uşaqlar. Bunu görən kimi, yəni məncə 5 yaşında uşaq da bilər ki, bu haradır? İtaliyadır. Mən uşaqlara hər dəfə deyirəm, uşaqlar İtaliyanın üstü, yəni çəkmənin üstünü biz zəncirvari 3 ölkə var ki, baxın, sanki zəncirlənib bir-birinin içərisindədir. Bunu ifa sözü ilə yadda saxlayırıq. Baxın, İspaniya, Fransa və Almaniya. Bəli, Almaniyanın sağ qonşusuna baxacaqsa, orada görəcəyik Polşanı, amma Polşa bizə lazım olarmı? Bəlkə də 2-ci Dünya müharibəsi zamanı, yaxud 1-ci Dünya müharibəsi, Versal, Vaşinqton bu mövzularda gələ bilər, amma 90% ehtimal yoxdur. Tam yəni bizə lazım olan ərazilər. Baxın, mən ola bilər təkrar deyəcəm bunları. Xəritədə bir şeydir ki, təkrar deməliyəm ki, beyninizdə həsr olsun, beyninizdə otursun. Deməli, çəkmə İtaliya, İtaliyanın üzərində üç sözlə, ifa sözü ilə yadda saxlayırıq. İspaniya, Fransa, Almaniya. İspaniyanın, baxın uşaqlar, burada kiçik bir sarı rəngdə, baxın, işarə edirəm sizin üçün. Portuqaliya, sol qonşusu kiçik bir ölkə Portuqaliya. Bu da bizə coğrafi kəşflərdən gələ bilərmi? Bəli, gələ bilər. Onun üçün yadda saxlayırsınız. Gəlik Fransanın üstü. Baxın, Fransanın üstündə bizə lazım olan, buna həmişə deyirəm, küsmüş dövlət, yəni sanki küsüb kənarda qalıb, ada dövlətidir, Böyük Britaniyadır, yaxud da İngiltərə deyəcək bunu. Daha sonra gəlirik
bizə lazım olan ölkələrimizdən görək hansına. Aha. Sanki də ayaqqabının dabanı. Görün hara gedib toxunur. Baxın, baxın 29 yazılan sarı hissə haradır? Yunanistandır, yaxud Afina və biz bunu uşaqlar testlərdə bəzən Bizans kimi də görə biləcəyik. Çünki yenə deyirəm, Yunanların ölkəsi olubdu Bizans vaxtı ilə. Bu hissə, yəni kiçik bir hissə Yunanistandır. Qədim dövrdən sual gələ bilər, müasir dövrdən də gələ bilər. Keçirik Yunanistanın sağ qonşusuna. İndi xəritədə bu bizə belə formada verilib. Türkiyə yaxud Osmanlı, yəni xəritələrin olmazsa olmaz ərazisidir bu. Gələn sualların olmazsa olmaz mövzusudur deyərdim. Belə kiçikdir xəritədə. Ancaq bizə bunu testlərdə bilirsiniz necə salırlar? Böyük, baxın, baxın, baxın. Belə bu cür, bu qədər, yəni böyük bir formada salırlar ki, biz oranın da Türkiyə olduğunu bilək aydın şəkildə. Zaten Qara dənizi görən kimi baxın, biz avtomatik biləcəyik ki, söhbət Qara dəniz ətrafındakı ölkələr haradır? Rumıniyadır, Yunanistandır, Bolqarıstandır, ardınca ən birinci ilə Türkiyədir. Sonra üstə çıxacaqsa lazım deyil amma. Nəysə, gəldik deməli Türkiyəyə. Yaxud da bunu bizə Osmanlı şəklində verə bilər. Türkiyədən uşaqlar, bircə dəqiqə mən bunu çox biraz incə işarələyim. Türkiyədən bir pillə aşağı düşürük. Baxın, türklər deyirik sınır, yəni onlarla sərhəd olan. Baxın, Suriya. 2023-cü ilin 24-cü ilin səhv eləmirəmsə, daha doğrusu qəbul sualı idi. Niyə belə oldu bu? Mən bunu daha yaxşı işarələyim, aydın görəsiniz. Türkiyədən bir pillə aşağı Suriyadır. Bizə Suriya ilə bağlı uşaqlar sual gələ bilərmi? Bəli, gələ bilər. Romanın əyalətinə eradan əvvəl 1-ci əsrdə çevrilən ölkə olaraq gələ bilər. Yaxud başqa cür necə gələ bilər? Elə Misirlə gələ bilər. Hitlərlə Misir arasında müharibənin səbəbi olaraq gələ bilər. Misir fironlarının daim yürüş eləməkdən bezmədiyi ölkə olaraq gələ bilər. Yəni bir çox hallarda Suriya gələ bilər, yəni aktual ölkələrdən hesab olunur. Gələ bilər. Yəni biz avtomatik olaraq bilməliyik ki, uşaqlar hardadır Suriya? Baxın, baxın, yenə yaxınlaşdıracağam. Gördünüz? Düz Türkiyənin aşağısı. Daha sonra bircə dəqiqə mən bunu yenə Bu bizim Suriyamız. Qayıdırıq nəyə uşaqlar? Suriyadan artıq pilləkəndən düşəcəyik üz aşağı. Sanki pilləkəndən, yenə deyirəm, mən özüm belə deyirəm ki, sizin yaddaşınızda yaxşı qalsın. Suriyadan bir pillə aşağı düşürüksə, burada əslində qeyd olunub, baxın, İraq. Bircə dəqiqə. Suriyadan sağ istiqamətdə bir pillə düşəcəyik İraq. İraqın sağ qonşusu İran, böyük bir ölkədir. İranın üzərində yaxud Türkiyənin sağ hissəsində baxın, qonşu haradır? Biz, Azərbaycan. İrandan gəlirik, biraz da yaxınlaşdırım mən xəritəni. Baxın uşaqlar, İrandan gələcəyik bu istiqamət. Ya da mən buranı sonra sizə başa salaram. Hələ ki, buradan gedək, bircə dəqiqə. İran. İranın sağ qonşusu gələcək Əfqanistan. İnanmıram, Əfqanistanla bağlı sual gəlsin bizə. Bizə gələ bilər, hətta gələcək deyərdim Misir. Baxın, qoyun mən bunu ən yaxşısı ilə öz formasında çizim. Baxın uşaqlar, bu fiqurun adı riyaziyyatda, həndəsədə bilmirəm nədir. Ancaq dördbucaqlı kimi yadda saxlayaq. Çox güman ki, bu formada baxın, bizə sanki dördbucaqlı formasında xəritədə biz elə ikinci bir ölkə görmürük. Baxın, dördbucaqlı. Bəzən bunu uşaqlar qarışdırır. Çünki bunu da salır sual olaraq, amma Səudiyyə Ərəbistanı bizə qətiyyən və qətiyyən lazım deyil. Onu boş verin. Sadəcə bunu görüb elə bilmin ki, söhbət Misirdən gedir. Misir həmişə dördbucaqlı forması. Türkiyədən baxın, arada görün Aralıq dənizi var. Bax, dənizin o tayı haradır? Misir. Sanki Türkiyə dəniz körpüdür. Burada sanki bir körpü var. Baxın. Bunların arasında Türkiyə keçdi bura Misirə. Elə bir ki, körpünü atladı keçdi. Yəni biz bunu bu cür yadda saxlayacaq. Bilmirəm izah necə sizin yadınızda qalacaq. Yəni mən yenə deyirəm, illərdir bu cür rahat formada izah edirəm ki, uşaqların daha yaxşı yaddaşına həkk olsun. Yəni terminlərdən, coğrafi, nə bilim, həndəsi, riyazi bu terminlərdən olduqca uzaq dururam ki, uşaqlar aydın şəkildə başa düşsün. Zaten kitabda o cümlələrlə, o terminlərlə verilib. Uşağa sadə izah, sadə dil lazımdır.
Türkiyənin aşağısı Suriya, yenə deyirəm, Suriyanın bir pilləkən düşür aşağı İraq, İraqın sağ qonşusu İran, İranın sağ qonşusu Əfqanistan, İranın üstü Azərbaycan yaxud Türkiyənin sağı Azərbaycan. Türkiyənin ən aşağısı dəniz var, amma arada dənizdən keçir hara? Misir. Vsyo. Hə, bizdən Liviyanı soruşa bilərmi? Bilər. O da Ömər Muxtar hadisəsi ilə bağlı, üsyan ilə bağlı 1923-33-cü illərdə olsun. Bunu da qeyd eləyək. İnanmıram, amma yenə də yadda saxlayırıq ki, Misirin sağ qonşusu, sol qonşusu hər zaman haradır? Liviyadır. Sağ qonşusu haradır? Səudiyyə Ərəbistanıdır, amma bunlar lazım deyil. Bunları elə belə məlumat üçün deyirəm sizə. Bizə lazım olanları mən əsas deyirəm hansılardır. Aha, daha sonra uşaqlar keçirik. Gəlin mən bunu bu əraziləri silək. İşarələmişəm, daha doğrusu işarələri silək, əraziləri silə bilmərik xəritədən. Aha, deməli, gəlirik nəyə uşaqlar? Bircə dəqiqə. Keçirik biraz bu tərəfə, baxın. Baba, mən bayaqdan sizə haranı izah edirdim. Aha, mən sizə izah elədiyim ərazilər, bircə saniyə. Deməli, aha, mənim sizə izah elədiyim bayaq haraydı? Baxın. Aha. Mənim sizə izah elədiyim ərazi bayaqdan İtaliya, üzəri İspaniya, Fransa, Almaniya, Fransanın üstü İngiltərə, İtaliyanın sağ hissədən sanki deyirdik dabanı dəyir hara Yunanistan, Yunanistanın sağ qonşusu Türkiyə, Türkiyənin deməli aşağısı Suriya, Suriyadan bir pillə düşür İraq, İraqın sağ qonşusu İran, İranın sağ qonşusu Əfqanistan, üst qonşuları Azərbaycan. Aha, indi keçirik bu tərəfə uşaqlar. Baxın. İrandan keçdiyi deməli hara? Dedik, bura haradır? Əfqanistan. Düşməz sual olaraq, amma yenə də bilməliyik. Əfqanistanın aşağısı düşə bilər bizə, çünki bizə müharibədə dəstək olan böyük dost ölkələrdən biridir Pakistan. Əfqanistan, ardınca onun aşağı hissəsi hər zaman olur Pakistan. Aha, amma gəlirik ən çox düşən, hətta deyərdim Pakistan, Əfqanistan düşməyəcək, amma düşəcək. Baxın, Hindistan. Bunu bəzən uşaqlar müxtəlif fiqurlara bənzədirlər. Məsələn, üçbucaq kimi, yaxud nə bilim dondurmaya bənzədirlər. Artıq nə cür yadda saxlayırsınız? Zaten xəritədə uşaqlar yenə deyirəm, yadda saxlamağın ən gözəl yollarından biri də o formalardır. Hansı ki, məsələn, bayaq dedik, baxın, dedim dördbucaqlı formasında hansı idi? Misri idi. Bunu da biz üçbucaq kimi də götürə bilərik. Baxın, sanki belə bir üçbucaqlı Hindistan. Yəni bu formada, baxın, bu üçbucaq formasında biz bir dənə ölkə görəcəyik və bu hissədə görəcəyik. Gedib bu tərəflərdə baxın, belə-belə işarə, buralarda görməyəcəyik qətiyyən. Aydındırmı? Biz görəcəyik ancaq və ancaq harda? Bu hissədə. Yəni Əfqanistan, Pakistan, Hindistan. Və uşaqlar, yəni formanı bildikdə artıq üçbucaq haradır? Hindistan. Hindistan üstü Pakistan, Pakistan üstü Əfqanistan. Əfqanistanın sol hissədən sanki üstə çıxırıq da İran. İranın solu İraq, İraqın bir pillə çıxır Suriya, Suriyadan bu hissəyə düşəcək. Əslində İsrail falan da var. Baxın, bu hissədə İsrail olaraq verilir, amma xəritələrdə inanmıram İsrail düşsün, yəni suallarda. Amma düşə də bilər. Yəni ən azından Suriyanın yanında, Misirlə Suriyanın arasında biləcəyik ki, söhbət gedir hardan? İsraildən. Daha sonra gəlirik nəyə uşaqlar? Silim. Aha. Biraz da bunu yaxınlaşdırırıq. Gəlirik indi bu hissəyə, baxın. Biraz bunu kiçildim istəyirsiniz. Bizə daha yaxşı aydın olsun. Aha, deməli uşaqlar nə edirik? Baxın, biz ərazilərimizin üzərindən keçirik. Bura oldu Türkiyə, Türkiyənin. Baxın uşaqlar, Türkiyədən bizə xəritədə belə böyük bir ərazini verəcək. Aşağıdan böyük verəcək Türkiyə, təbii ki, Rusiya ondan qat-qat böyükdür. Və yuxarıda belə böyük bir boşluq verəndə bilin ki, bura ancaq olur Rusiya. Yəni başqa ölkə mümkün deyil. Ən böyük zaten ölkə. Rusiyanın aşağısında biz iki ölkəni götürürük. Baxın, bir hissə Qazaxıstan, elə ki, belə deyək də, sanki ayaqlarıdır. Bildiniz necə? Rusiya baş hissədir, bu da ayaq hissədir. Sanki baxın, Qazaxıstan və Monqolistan. Bizə ehtiyac o qədər də deyil. Bizə ehtiyac nədir? Baxın, baxın, baxın. Böyüklüyə baxın. Çin. Rusiya, sonra Çin. Ən böyük ərazi. Baxın, buradan böyük bir hissə düşər xəritələrdə Çin. Üzr istəyirəm, Rusiya. Aşağıdan bu formada böyük bir düşərsə Çin.
Ondan əvvəl birazca böyük düşərsə Türkiyəni götürürük. Düzdür, Türkiyə təbii ki, Çinin, Rusiyanın yanında qat-qat kiçik ölkədir, amma mən xəritəyə əsasən deyirəm ki, xəritədə bizə nə cür gəlir? Çin, bayaq zaten dedik, Hindistan, üçbucaq formasında gələn ölkəmiz Hindistandır. Yəni biz Çini axtaracaqsa, bizə Çinlə bağlı sual gəlirsə, istər qədim dövr, istər müasir dövr, fərqi yoxdur. Biz Çini gedib qətiyyən Avropada, İtaliyada, Almaniyada, nə bilim, yaxud Misirin yanında, yaxud Türkiyənin yanında axtarmayacağıq. Biz Çini ancaq harda axtaracağıq? Asiya, Şərq, Hindistan, vəssalam. Əfqanistan, Pakistan, Hindistan. Hindistan bir pillə çıxır, Çin. Vəssalam uşaqlar. Bizə dünya xəritəsindən lazım olan ərazilər yalnız və yalnız bunlardır. İndi keçirik kontura. Bircə dəqiqə mən növbətini çevirək. Bayaq az öncə mən sizə xəritəni izah elədim, aydındırmı? Gəlin indi xəritəsiz görək nə yadımızda qaldı, görək haradır buralar. Ən birinci götürürük deməli nəyə? Baxın, dedik ayaqqabımız, yəni 4 burada qeyd olunub. 4 haradır? Əminəm ki, siz də orada cavab verirsiniz. 4 İtaliyadır. 1 haradır? İspaniya. 2 haradır? Fransa. 3 haradır? Almanya. 19 haradır? İngiltərə. 28 haradır? Almaniyanın sağ qonşusu Polşa. Demişdim uşaqlar, yuxarıdan bizə belə böyük bir ərazi veriləcək. Yəqin ki, artıq bildiniz söhbət hansı ərazidən gedir. Rusiya. Demişdim, ayaqqabının dabanı toxunur. Sanki bir yerə hara? 5 haradır? Yunanistan. Demişdik ki, Yunanistan İtaliya ilə Türkiyənin arasındadır. Deməli, bu, yaxud da demişdik, aşağıdan belə böyük bir hissə versə bizə 6, yəni Osmanlı, yaxud Türkiyə. Türkiyənin ən birinci, baba ona ən yaxın olan ərazi haradır? Suriya. Görürsünüz, sanki bir ölkədir, sadəcə aralarından bir dənə xətt keçir. Bir dənə elə bil ki, necə deyək, gördünüz, dördbucaqlı formasında bizim Misir. 13 demişdik Liviyadır, elə də önəmli deyil. Zaten Misirin yanındadır, tapa bilərik asanlıqla. 14 Səudiyyə Ərəbistanı da önəmli deyil. 12 uşaqlar dedik İraqdır. Gördünüzmü? Baxın, Türkiyə, Suriya, 11 Suriya, 12 İraq. 10 demişdik İrandır. İranda görürsünüz, yəni böyük bir ölkədir. Burada rəqəm qeyd olunmayıb, ancaq mən qeyd edeyim. Azərbaycan. Türkiyənin sağ hissəsi, İranın da üst hissəsi haradır? Azərbaycanda. Baxın, bu ərazimiz bizim Azərbaycandır. İran. İranın aşağısı gəlmişdi. 15 haraydı? Pakistan idi. Buradan əslində bu tərəfə keçirdik. O bizə Əfqanistan lazım deyil. Pakistanın ta qonşusu, düzdür, sevmədiyi qonşusu. Üçbucaq formasında Hindistan. Hindistanın üstü. Baxın, 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 ərazinin böyüklüyünə baxın. Hindistanın üstü, ən yaxın həmişə haradır? Çin. Çinin üstündən yuxarıda böyük bir ərazi bayaq dedik. Haraydı? Rusiya. Rusiyanın demişdik 2 ayağı sanki. Qazaxıstan, Monqolistan. Vəssalam. Əminəm ki, xəritəyə baxandan sonra plus qayıdıb kim istəsə mənə desin, mən göndərərəm bunu. Bu konturu sizə PDF şəklində baxa bilərsiniz. Yəni xəritəyə baxırsınız, ardınca kontura baxırsınız və orada paralel bir-biri ilə uyğunlaşdıra xəritəni mükəmməl şəkildə öyrənirsiniz.